qızıl balıq şorbası hazırladım. Bu şorba bizim ən sevimli şorbalarımızdan biridir. Evdə kimsə xəstələndikdə mütləq bu şorbadan hazırlayırıq. Yəni soyuq dəymənin dərmanıdır belə deyək. İlk öncə suyu qaynadıram. İçərisinə biraz duz əlavə edirəm. Sonra isə balıqları içərisinə əlavə edirəm və bir ədəd kartofu da xırda şəkildə doğrayıb balığın üzərinə əlavə edirəm. Qapağı örtülü şəkildə 7-8 dəqiqə bişirirəm. Zeytun yağında isə bir ədəd xırda doğradığım ağ soğanı, bir ədəd yaşıl şirin biberi və kubik şəklində doğradığım 2 ədəd kökü yaxşı qovururam. Şorbaya dəfnə yarpağı əlavə etmək yadımdan çıxmışdı və 3-4 ədəd də dəfnə yarpağını əlavə etdim və sonra isə qovurduğum soğanı, kökü, biberi şorbanın üzərinə əlavə edirəm. Zövqə görə biraz duz və istiot da əlavə edə bilərsiniz. Qapağı örtülü şəkildə dadları bir-birinə keçənə qədər 10 dəqiqəyə yaxın bişirirəm və daha sonra isə servis edirəm. Servis etdikdə də üzərinə xırda doğranmış cəfəri əlavə edib servis edirəm. Dadı isə çox ləzzətli. Yəni bir sözlə bu şorbanın dadını bəyənməmək mümkün deyil. Mütləq sizlər də bu ləzzətli şorbadan hazırlayın, dadına baxın, sonra isə yorumlarda öz fikirlərinizi bölüşməyi unutmayın. Hazırlayacaq olan hər bir kəsə nuş olsun.